Salam əziz şagirdlər. Bugünkü dərsimizin mövzusu idarə əlaqəsidir. Əsas tərəfin tələbi ilə asılı tərəfin müəyyən hallara düşməsinə idarə deyilir. İdarə əlaqəsi ismin halları ilə bağlıdır. Adlı haldan başqa qalan 5 halda olan sözlər idarə əlaqəsində asılı tərəf kimi çıxış edir. Məsələn, məktəbin həyəti, məktəbə gedən, məktəbi sevən, məktəbdə oxuyarkən, məktəbdən gəldim. Göründüyü kimi, asılı tərəflərin 5-i də ismin yiyəlik, yönlük, təsirlik, yerlik və çıxışlıq halındadır. İdarə əlaqəsində əsas tərəf adətən feillərdən ibarət olur. Həm təsriflənən, həm də təsriflənməyən feillərlə ifadə olunur. Məsələn, məktəbə gedəcəyik. Bu, gördüyümüz kimi təsriflənən feillə ifadə olunmuşdu. Dağlara qalxmaq məstərlə ifadə olunmuşdu. Qəzetdən oxumuşam. Təsriflənən feillə ifadə olunmuşdu. Keçmişi xatırlayarkən feili bağlama ilə ifadə olunmuşdu. Bağda gəzmək məstərlə ifadə olunmuşdu. Yəni, asılı tərəf, yenə qeyd etdiyimiz kimi ismin halları ilə əsas tərəf feilin həm təsriflənən, həm də təsriflənməyən şəkilləri ilə ifadə olunmuşdur. Bəzən də elə olur ki, idarə əlaqəsində əsas tərəf feil yox, digər nitq hissələri də ola bilir. Məsələn, kitabın vərəqi. Gördüyümüz kimi əsas tərəf vərəqdir, isimlə ifadə olunmuşdu. Bizim kəndimiz yenə əsas tərəf isimlə ifadə olunmuşdu. Uşaqlardan 5-i isə əsas tərəfdir və saylə ifadə olunmuşdu. Dağlara yol, yenə əsas tərəf isimlə ifadə olunmuşdu. Bizdən güclü də əsas tərəfdir və sifətlə ifadə olunmuşdu. Qeyd etmək lazımdır ki, 3-cü növ təyini söz birləşməsinin tərəfləri arasında həm idarə əlaqəsi, həm də uzlaşma əlaqəsi vardır. Şagirdin çantası söz birləşməsi 3-cü növ təyini söz birləşməsidir. Burada şagirdin tərəfi əsas tərəf kimi çıxış etdikdə, bu tərəflər arasında uzlaşma əlaqəsi vardır. Şagirdin çantası birləşməsində şagirdin sözü asılı tərəf kimi çıxış etdikdə isə bu iki söz arasında idarə əlaqəsi vardır. Bəs hansı cümlə üzvləri bir-birlərinə idarə əlaqəsi ilə bağlanır? 1. Tamamlıqla xəbər arasında. Tamamlıqla xəbər arasında demək olar ki, həmişə idarə əlaqəsi vardır. Burada tamamlıq asılı tərəf, xəbər isə əsas tərəf kimi özlərini göstərir. Mən tezliklə bağlamanı Səlimə çatdırdım. Bağlamanı çatdırdım. Burada göründüyü kimi 2 dənə idarə əlaqəsində olan birləşmə vardır. 1. Bağlamanı çatdırdım. Burada əsas tərəf çatdırdım. Asılı tərəf bağlamanı sözüdür. Bir də Səlimə çatdırdım. Burada da Səlimə asılı tərəf, çatdırdım, əsas tərəfdir. Yəni, gördüyümüz kimi bu cümlədə cümlənin tamamlıqları bağlamanı və Səlimi sözləridir. Tamamlıqlarla xəbər arasında idarə əlaqəsi özünü göstərmişdir. Rəqib bizdən güclü idi. Burada cümlənin xəbəri güclü idi sözüdür. Tamamlığı isə bizdən sözüdür. Gördüyümüz kimi bizdən sözü çıxışlıq haldadır. Ona görə də bu iki söz arasında idarə əlaqəsi vardır. Əsas tərəf kimi xəbər, asılı tərəf kimi tamamlıq özünü göstərmişdir. Yer zərflikləri ilə xəbər arasında da idarə əlaqəsi olur. Bu zaman yenə yer zərfliyi asılı tərəf, xəbər isə əsas tərəf kimi özlərini göstərir. Sabah kəndə gedəcəyəm. Bu cümlədə gedəcəyim sözü xəbərdir və burada xəbər əsas tərəf, kəndə sözü ilə ifadə olunmuş yer zərfliyi isə
asılı tərəf kimi özlərini göstərmişdi. Sərhəddə sakitlik hökm sürürdü. Burada da hökm sürürdü cümlənin xəbəridir, sərhəddə isə cümlənin yer zərfliyidir. Yenə də yer zərfliyi ilə xəbər arasında idarə əlaqəsi vardı. Tapşırıq 1. Hansı cümlələrdə həm uzlaşma, həm də idarə əlaqəsindən istifadə edilib? 1. Bizi şəhərdə Eyvaz qarşılamalı idi. 2. Onun atası cəbhədə həlak olmuşdu. 3. Mən tezliklə qayıdacağam. 4. Birdən dəmir darvaza səs sala-sala açıldı. 5. Sahilə çatanda qardaşını da orada gördü. Biz indi bu cümlələrdə hər iki əlaqəni tapmalıyıq. Həm uzlaşmanı, həm də idarə əlaqəsini. Bildiyimiz kimi bizi adlı xaldan çıxıb təsirli hala düşübdü və bizi qarşılamalı idi. Bu bir əlaqədir, idarə əlaqəsidir. Şəhərdə qarşılamalı idi, bu da yenə idarə əlaqəsidir. Eyvaz qarşılamalı idi, burada isə üçüncü şəxslə xəbər arasında uzlaşma əlaqəsi vardı. Deməli, cavabımızın biri birinci cümlə olacaq. Keçək ikinci cümləyə. Onun atası cəbhədə həlak olmuşdu. Qeyd elədiyimiz kimi, üçüncü növ təyini söz birləşmələri arasında həm idarə, həm də uzlaşma əlaqəsi olduğuna görə bu söz birləşməsində də həm uzlaşma əlaqəsi var, həm idarə əlaqəsi var. Cəbhədə həlak olmuşdu, yenə cəbhədə sözü ilə həlak olmuşdu. Sözləri arasında idarə əlaqəsi vardı. Düzgün cavabımızın da biri ikinci cavabdır. Üçüncü cümlədə mən tezliklə qayıdacağam. Burada yalnız mən qayıdacağam sözləri arasında uzlaşma əlaqəsi vardı. Yəni bu cümlədə idarə əlaqəsində olan sözlər yoxdur. Dördüncü cümlədə isə birdən dəmir darvaza səs sala-sala açıldı. Burada da darvaza açıldı. Yenə yalnız uzlaşma əlaqəsi vardı. İdarə əlaqəsində olan heç bir söz yoxdur. Beşinci cümlədə isə sahilə çatanda qardaşını da orada gördü. Burada isə yalnız idarə əlaqəsi vardı. Yəni bu cavablarda üçüncü, dördüncü və beşinci cümlələrdə birində idarə əlaqəsi oldu, uzlaşma əlaqəsi olmadı. Digərində yenə uzlaşma əlaqəsi oldu, idarə əlaqəsi olmadı. Bu səbəbdən də biz düzgün cavab kimi birinci və ikinci cümlələri götürəcəyik. Doğru cavabımız B variantı olacaq. Tapşırıq 2. Çoban qoyun sürüsünü dağın ətəyində otarırdı. Cümləsində neçə uzlaşma və idarə əlaqəsi var? Bunları bilməkdən ötəri biz sözlərə diqqət yetirməliyik. Üçüncü növ təyini söz birləşməsi ilə ifadə olunan cümlə üzvlərini tapmalıyıq. Cümlənin mübtədasını, xəbərini təyin etməliyik. Ümumiyyətlə, cümlə üzvlərini daha yaxşı bilməliyik. Çoban otarırdı. Bu iki söz arasında üçüncü şəxsə görə uzlaşma əlaqəsi vardı. Qoyun sürüsünü otarırdı. Bu birləşmə ilə xəbər arasında idarə əlaqəsi vardı. Dağın ətəyində otarırdı. Bu birləşmə ilə xəbər arasında idarə əlaqəsi vardı. Qoyun sürüsünü birləşməsində isə ikinci növ təyin söz birləşməsində isə bildiyimiz kimi uzlaşma əlaqəsi vardı. Dağın ətəyində isə üçüncü növ təyin söz birləşməsi olduğuna görə bu iki sözün arasında həm idarə, həm də uzlaşma əlaqəsi vardı. Və buradan çıxış edərək bizə deməli əldə etdiyimiz kimi bu cümlədə 3 uzlaşma, 3 idarə əlaqəsində olan sözlər vardı. Deməli, cavabımız E variantı olacaq. Tapşırıq 3. Cümlədə idarə əlaqəsi ilə bağlanan sözləri seçin. Əziz şagirdlər, bu tapşırıq sizə ev tapşırığı kimi verilmişdi. Sağ olun, gələn dərsimizdə görüşənədək.